dünyada insanların bir-birləri ilə olan rabitələri elə vəziyyətə düşüb ki, hər kəs elə düşünür ki, dünya bir teatr kimi nümayiş səhnəsidir və hər kəs də bu nümayişdə bir rol oynayır. Adamlar çalışırlar ki, müxtəlif paltarlar, müxtəlif əlbəsələr, müxtəlif girimlər, müxtəlif masklarla oyunlarını elə oynasınlar ki, onların əsl özləri yox ha, oynadıqları şəxsiyyət səhnədə zahir olsun. Və bunu elə yaxşı oynasınlar ki, hamını o haqda qandıra bilsinlər. Doğrusu, mənim nəzərimə, çox adama bu dünyada gərək Oskar caizəsi verilsin. Çünki oynadıqları oyunlar, rollar elə qandırıcıdır ki, həddi yox. Heç bilirsiniz bu işin adı nədir? Riyakarlıq, ikiyüzlük. Bəli, riyakar kəlməsi teatr kəlməsidir və teatr oyuncularına deyilirdi. Çünki o zaman oyuncular üzlərinə bir mask taxıb öz həqiqi simalarını bu maskın arxasında gizlədirdilər. Onların bu işinə riyakarlıq deyilirdi və indi bu nümayiş səhnəsinə dönmüş dünyada görürük ki, hər kəs üzünə bir mask taxıb özünə aldığı rolu nümayişə qoyur. Amma mətləb ancaq bu qədər deyil. Nəinki insanlar bu oyunları uzun zamandır ki oynayırlar, özlərinin də yadından çıxıb ki, bu onların əsl özləri deyil, oynadığı nümayişdir. Yadlarından çıxardıblar ki, üzlərində mask var. Onlar üçün indi daha rahatdır ki, insanların arasında nəxşini oynadıqları maskla yaşasınlar, tayin ki, özlərinin həqiqi şəxsiyyətləri ilə. Və İsa Məsihin dediyi sözlərdə görürük ki, necə çalışır bu maskları üzlərdən götürsün və insanları təşviq etsin ki, həqiqi şəxsiyyətlərini doğru düzgün bir şəkildə yaşasın. Bu bərnamədə onun xalqla danışdığı söhbətdən bir qismini sizə ayırmışam və onu araşdıracaq. Bu, Mətta Həvarinin yazdığı İncildə qeyd olunub. Fəsil 6, 1-ci ayədən 19-cu ayəyəcək. Qoyun bu mətni sizə İncilin özündən oxuyun. Müqəddəs kitab indi İran-Azərbaycan dilində tərcümə və çap olub. Əgər yoxuzdur və bundan bir nüsxə istəyirsiniz, bizə yazın ya da zəng edin, buraxdığınız adresə bir kopu göndərərik. İsa sizə dediyim bu mətndə belə deyir. Diqqət edin ki, yaxşı əməlləriniz insanlara özünüzü göstərmək üçün olmasın. Yoxsa göylərdə olan atanızın yanında əcriniz olmayacaq. Ona görə də sədəqə verdiyin zaman onu şeypurlarla car çəkmə, necə ki, riyakar adamlar xalqın yanında hörmət qazanmaq üçün kənisələr və küçələrdə edirlər. Doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Lakin sən sədəqə verdiyin vaxt, qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin. Sədəqən gizli olsun. Gizlini görən atan da sənə əvəzini verəcək. Dua edəndə riyakar adamlar kimi olma. Çünki onlar sevirlər ki,
özlərini ayrı adamlara göstərmək üçün kənisələrdə və küçələrin ağzında durub dua etsinlər. Doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Lakin sən dua etdiyin vaxt öz otağına gir və qapını bağlayıb gizlində olan atana dua et. Gizlini görən atan da sənə əvəzini verəcək. Dua etdiyin vaxt bütpərəstlər kimi boş sözlər demə. Çünki onlar elə güman edirlər ki, sözlərinin çoxluğu ilə duaları eşidiləcək. Onlara oxşamayın. Çünki atanız sizin nələrə möhtac olduğunuzu siz ondan istəmədən bilir. Bunun üçün belə dua edin. Ey göylərdə olan atamız, sənin adın müqəddəs olsun. Səltənətin gəlsin. Sənin istədiyin göydə olduğu kimi yerdə də olsun. Gündəlik çörəyimizi bugün bizə ver. Və bizim borclarımızı bizə bağışla. Necə ki biz də bizə borclu olanları bağışlayırıq. Bizi imtihana çəkmə, lakin şərdən xilas et. Çünki səltənət, qüdrət və izzət əbədə kimi sənindir. Amin. Çünki əgər insanların sizə etdiyi günahlarını bağışlayasınız, göylərdə olan atanız da sizi bağışlar. Amma əgər insanların sizə etdiyi günahlarını bağışlamayasınız, atanız da sizin günahlarınızı bağışlamaz. Oruç tutduğunuz zaman riyakar adamlar kimi qaşqabaqlı gəzməyin. Çünki onlar özlərini insanlara göstərmək üçün görünüşlərini dəyişirlər. Doğrusunu sizə deyirəm. Onlar bütün əcrlərini alıblar. Lakin sən oruç tutduğun vaxt başına yağ sürt və üzünü yu. Elə ki adamlara yox, gizlində olan atana oruclu görünəsən. Və gizlini görən atan da sənə əvəzini verəcək. İsa burada insanın yaxşı əməllərindən danışır və onun necə olmasından. Burada İsa insanın o əməlləri üstündə təkid edir ki, həm əxlaqi cənbəsi var, həm də məzhəbi. İsa əvvəl yaxşı əməllərdən danışır, sonrası başqa insanlara mali baxımdan kömək etməkdən. Ondan sonra da namaz qılmaqdan və oruç tutmaqdan. İsa beləcə həm insanın başqa insanlarla olan rabitəsini göz qabağına qoyur, həm də insanın Tanrı ilə olan rabitəsini. İsa'nın bu haqda dediyi birinci əsl budur. Bizim ayrı insanlarla olan rabitəmiz buna bağlıdır ki, bizim Tanrı ilə olan rabitəmiz necədir? Və elə beləcə də İsa dünyanı teatr halından çıxardır və ona həqiqi bir sima verir. Bir oyuncunun bütün çalıştığı budur ki, tamaşaçılarda elə dərin, elə qüvvətli əsər qoysun ki, onların tərif təmcidlərini qazansın. Hamı qalxıb ona əl çalsınlar. Ürəyimiz daim buna can atır və nə deyim ki, belə bir istək əzizlərim, bizim bütün rəftarlarımıza əsərini qoyub.
burada nə qədər aydın görürük ki, insan artıq başqa insanlarla olan rabitəsini müstəqil edib. Ona görə də əməllərimiz nə qədər də ki, yaxşı yollu olsun, Tanrının yanında məqbul deyil. İnsanların gözü zahirdədir, amma Tanrı insanın ürəyinə baxır. İnsanın etdiyi işlər Tanrının məhəkinə görə gərək düzgün niyyət üstündə olsun, düzgün əncizə üstündə olsun. Olmazsa Tanrının yanında heç sayılır. İsa'nın dediği söz masklarımızı əridir. Buyurur, diqqət edin ki, yaxşı əməlləriniz insanlara özünüzü göstərmək üçün olmasın, yoxsa göylərdə olan atanızın yanında əcriniz olmayacaq. İsa bu sözünə bizə aydınca deyir ki, insan olar ki, pis niyyətlər ilə çox yaxşı işlər görsün. Bunun üçün də sözünün arxasında insanın lap yaxşı işini nümunə qoyur. Və ona peyrəv olanlara əmr edir ki, ona görə sədəqə verdiyin zaman onu şeypurlarla car çəkmə. Necə ki, riyakar adamlar xalqın yanında hörmət qazanmaq üçün kənisələrdə, küçələrdə edirlər. Doğrusunu sizə deyirəm, onlar bütün əcrlərini alıblar. Lakin sən sədəqə verdiyin vaxt qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin. Sədəqən gizli olsun, gizlini görən atan da sənə əvəzini verəcək. Doğrudan da İsa nə aydın mətləbi misal çəkir? Sədəqə. Fağır insanların ehtiyaclarını rəf etmək, onlara kömək əli uzatmaq. Bu elə o mətləbdir ki, həm din, həm fəlsəfə ona əl qoyub və onu tövsiyə edib. Dünyamızda o qədər xeyriyyə təşkilatları var ki, sayı yox. Amma hələ də dünya, nə deyim ki, fəqr içindədir, yoxsulluq içindədir. İsa'nın sözünə görə sədəqə işi rəhmət üstünə qurulmuş bir əməldir. Şəfqət üstünə qurulmuş bir əməldir. Bu əməldə insanın niyyəti gərək rəhmət olsun, gərək şəfqət olsun. Və bu elə həmən şəxsiyyətdir ki, Tanrının özündə var. Tanrı necə rəhimdir, necə şəfqətlidir, İsa'ya peyrəv olanlar da gərək səmavi ataları kimi mehriban və rəhim olsunlar. Və bu rəhmətə görə də gərək əli açıq olsunlar. İsa xəsisliyi məzəmmət edir. Amma əli açıq olmaq tək tənha kafi deyil. Necə ki dedin də, çox yaxşı işlər olar ki, pis niyyətlərlə olsun. Çox varlı adam tanıyıram ki, xeyriyyə təşkilatlarına onun üçün pul verirlər ki, beləcə hökumətin maliyyatından, hökumətin vergisindən qaçsınlar. Onlar fağır adamların fikrində deyirlər, öz fikirlərindədirlər ki, necə beləcə maliyyat altından qaçsınlar. O zaman ki biz insanlara mali baxımdan kömək edirik, ümumən 3 cür rəftar bizdə görülə bilər. Birincisi budur ki, istəyirik insanların gözündə əziz olaq. İkincisi budur ki, gərçi işimizi gizlədirik ki, başqa insanlar görməsinlər, lakin qəlbimizdə özümüzü çox tərif təmsil edirik. Və üçüncüsü bu ki, səmavi atamızın xoşuna gəlsin. Fərislər ki, İsa'nın zamanında dini təmsil edirdilər, insanlardan gələn təkrim təmcidə doğrudan da can atırdılar. İsa dəfələrlə onları bu işləri üçün məzəmmət edib demişdi,
siz izzət və təkrimi bir-birinizdən istəyirsiniz, amma Tanrıdan gələn izzətə talib deyilsiniz. İsa bilirdi ki, bu adamlar insanlardan gələn ehtiramı Tanrıdan daha çox sevirlər. Buna görə də etdikləri bütün yaxşı işlər görürük ki, heçə gedirdi. Onların yaxşı əməlləri nümayişə dönmüşdü. İsa bu xüsusda onların sədəqə vermə rəsmlərinə işarə edir ki, necə bir fərisi sədəqə verəndə bir neçə şeypurçu onun qabağında gedib şeypur çalarmışlar. Əlbəttə ki, onların bu işdə bəhanələri bu idi ki, bu şeypur səsi ilə istəyirlər fağırları xəbərdar edib toplasınlar ki, bu köməkdən məsələn məhrum qalmasınlar. Lakin ürək niyyətləri bu idi ki, bütün xalq onların sədəqə verdiklərini görüb onlara təkrim təmcid etsinlər. Və bu elə o oyundur ki, dünya bizi ona çəkir. Riyakarlığa. Riyakarlıq əgər teatr salonunda olsa, heç kəsə zərər ziyan yetirməyəcək. Çünki orada olanların hamısı yaxşı bilirlər ki, oyuncular ancaq rol oynayırlar. Ona görə də onların bu işi hiylə sayılmaz. Tamaşaçı bilir ki, nümayiş görməyə gəlib. Onu görəndə də aldadılmayacaq. Amma din alimlərinin dini riyakarlıqları belə deyildi. Onun arxasında qəsdi qərəz var idi ki, insanları aldatsınlar. Onlar çox əsil və həqiqi bir əməli oyuna döndərib ondan sui istifadə edirdilər ki, başqa insanları qəsdən aldatsınlar. İsa belə adamların haqqında deyir ki, onlar əcrlərini alıblar. İnsan təkrimi dalınca olan adam yaxşı işi üçün Tanrıdan heç bir şey təvəqqə edə bilməz. Çünki insanlardan ələ gətirdiyi təkrim onun bu haqda bütün əcri, bütün padaşıdır. Tanrıdan onlar üçün bilirsiniz nə var? Ancaq məhkumiyyət və cəza. İsa buyurur ki, sədəqə verdiyimiz zaman bunu gərək elə edək ki, sol əlimizin sağ əlimizin nə etdiyindən xəbəri olmasın. Əlbəttə ki, İsa bunu məcazi bir mənada deyir. Məqsədi budur ki, bu haqda nə fəqət heç bir şey ağıza gətirməyək, hətta o haqda təvəccüh belə etməyək. Niyə? Çünki yaxşı işimizi əgər göz qabağına gətirək, çox rahat ürəyimizə özümüz haqqında razılıq düşəcək və insanın ürəyində günah kökü o qədər qüvvətlidir ki, bu işimizdən bizə qürur hissi oturacaq. Hətta əgər onu başqa insanlardan gizlətmiş olsaq da. İsa bu məhəkməyarla bizim gözümüzü Tanrı ilə olan rabitəmizə qoyur. Nə zamanacaq ki, bu rabitədə gözümüz Tanrıya dikilib, qürur tələsinə düşməyəcəyik. Özmehvər olmayacaq. Yaxşı işlərimiz də ancaq rəhmət və şəfqət üstündə olacaq. Bilirsiniz, Tanrının bu haqda bizə verdiyi padaş nədir? Onun sevinç dolu gülümsəsi. Çünki Tanrının şəxsiyyətini gözlərin qabağına qoyur.